Axşamınız xeyir olsun komanda. Özümü ilk öncə sizə tanıdım. Adım Alagöz Mustafayeva. Home Life şirkətində əməkdaşlıq edirəm. Purple Diamond rütbəsindəyəm və bugünkü mövzumuz sistemlərin fərqi haqqında. Niyə bu mövzunu seçmişəm? Əslində ehtiyac duydum bu mövzunu seçməyə. Niyə? Hardasa 2 gün bundan əvvəl bir liderimi, başqa bir şirkət nümayəndəsi bir liderimi dəvət edirdi öz şirkətlərinə. Hansı ki bir ay idi başqa bir şirkətə qeydiyyatdan keçmişdi və başladı daha əvvəl Home'da olduğunu deyirdi və yeni keçdiyini deyirdi o şirkətə və şirkətdə qazanc planını başladı tərifləməyə və mən necə deyim, sistemləri bildiyimə görə, sistemləri bir-birindən fərqləndirə bildiyimə görə və ona hardan dedi oradan cavab verdim, hardan dedi oradan cavab verdim. Axırda söz tapa bilmədi. Sağollaşdı məndən, özünüz bilərsiniz, yəni aqressiyalı şəkildə sağollaşdı məndən. Baxın, mən ondan sadəcə müzakirə edirdim ki, yəni belədir da, yəni o amma olduğu, necə deyim, sistemi bilmədiyi üçün yanlış məlumatlar verirdi mənə. Mən deyirəm, elə ola bilməz, mümkünsüz bir şeydir, o başlayırdı öz sistemini. Yox, belədir. Deyirəm, hələ bir aydır keçmirsən, biraz özünə zaman ver, görəcəksən ki, mən deyən kimidir də. Yəni, buradan belə qənaətə gəldim ki, bəlkə bizim də komandalarda sistem fərqini bilməyərək işləyən xanımlarımız var ki, mən onlara sistemlərin, Azərbaycanda olan sistemlərin fərqi haqqında danışacağım. Yəni, hər bir sistem qazandırır əlbəttə ki, amma necə qazandırır, hansı sistemdən, hansı strukturdan qazandırır, bu haqda məlumat verəcəm. Bilirsiniz, həm də ki, başqa şirkətə keçən kimi başlayırlar digər şirkətlərin nümayəndələrinə cəlb etmə formasında dəvət etməyə. Düzdür, heç etik deyil və xoşa gələn bir huy deyil da, belə deyim, xoşa gələn bir hadisə deyil ki, işsiz xanımlarımız o qədərdir ki, əslində onları dəvət etsələr daha yaxşı olar, daha etik olar. Nəinki cəlb etmə. Cəlb etmə sayəsində, yəni yeni qeydiyyatdan keçən qızlarımız var ki, sistemi bilmədikləri üçün xoş sözlərə aldanaraq gedə bilirlər bəzən. Mən bunu bilirsiniz nəyə bənzədirəm? Mən bu misalı komandama çəkmişəm bir dəfə, istəyirəm burada da opşi çəkim. Bir Alman, İngilis, Azərbaycanlı olur və ölürlər, düşürlər digər dünyaya və orada qır qazanında yanmağa başlayırlar. Demək, hər qazanın başında bir nümayəndə olur ki, onlar qazandan dırmaşıb çıxmaq istədikcə onların başlarından basırlar aşağıya. Almanın qır qazanının başında biri olur, çıxmaq istəyəndə basır aşağıya. İngilisin qır qazanının başında biri olur. Kim ki dırmaşıb yandım deyib çıxırlar, dırmaşırlar ki xilas olsunlar. Xilas olmağa istəyəndə basırlar aşağıya. Amma Azərbaycanın qır qazanının qarşısında heç kim olmur. Deyirlər ki, demək ki, Azərbaycanlılar o qədər ədalətlidirlər ki, yəni qəbul edirlər ki, onlar səhvdirlər və ona görə də heç dırmaşmırlar çıxmağa. Deyirlər ki, yox, əksinə, onlar bir-birlərini heç altdakı yuxarıdan kimsə dırmaşanda onun ayağından dartıb özü çəkir aşağıya. Heç imkan vermirlər ki, o biri geçsin də, irəli geçsin. Yəni, özləri bir-birinin düşmənidirlər. Bu misalı çəkmək istədim. Elə bəzən də buna bənzədirəm ki, yəni başqa şirkətdə işlədiyi halda olduğu, daha əvvəl işlədiyi komandanın içinə girərək dağıtmağa çalışırlar, parçalamağa çalışırlar. Yəni düşmənçilik etməyə çalışırlar. Yəni haqla, ədalətlə işləmirlər. Və niyə sistemləri tanımaq vacibdir, qızlar? Baxın, hər sistem fərqli şəkildə qazandırır. Demirəm, heç bir sistem qazandırmır. Hər bir sistem. Yəni, indi piramidaya da gələcəm. Piramida sistemi belə nə qədər qanunsuz olsa belə, o belə qazandırır. Amma necə qazandırır? Nə cür qazandırır? Bunlar haqqında danışacağım sizə. Doğru sistemi seçmək, doğru qazanc əldə etmək deməkdir. Uzun ömürlü qazanc əldə etmək deməkdir. Yanlış sistemi seçmək, bu sizi motivasiyadan salacaq, vaxtınızın boşuna keçməsi deməkdir. Yəni, vaxtınızı boşuna sərf edəcəksiniz və qazanc əldə etməyəcəksiniz. Bu sizi motivasiyadan, həvəsdən salacaq və zamanınızı alacaq və hətta sizin onlayn işlərə həvəsiniz belə qalmayacaq bir müddətdən sonra və onlayn işdən ümumiyyətlə uzaqlaşmağa başlayacaqsınız. Amma doğru şirkəti seçəndə, doğru işləyəndə, doğru düzgün işləyəndə, doğru sistemlə işləyəndə çox da gözəl nəticələr əldə etmək olur. Belə. Mən burada qeyd etmişəm, deyir, əsl peşəkar sistemin quruluşunu güclü və zəif tərəflərini bilən insanlardır. Əsl peşəkar sistemin quruluşunun güclü və zəif tərəflərini bilən insanlardır. Yəni, bütün sistemləri bilən insanlar, yəni işinin peşəkarı olurlar. Yəni, sizin də işinizdə peşəkar olmağınız üçün mən başlayacağım. İndi sistemlər haqqında ətraflı məlumat verəcəm. İndi mən lövhəni biraz qabağa çəkəcəm ki, siz yaxından görəsiniz. Əgər nəsə problem olsa, mənə deyərsiniz.
Görürsünüz burada ətraflı qızlar. Biraz da öne çekseniz daha Önə iyi çəkeyim. derim. Eğer çekme imkanınız varsa zahmet olsun. Ha, biraz öne çekin zahmet olmasa. Yaxşıdır. Yaxşı. Kim görebilmirsinizsə, ya belə üstüne toxunun tamam açılacaqdır. Telegram üzerine toxunanda açılanda tamamen görmüş oluruq. Şöyle Bəli. derim, siz söyleyə bilərsiniz. Yəni mən görsənməsəm bunlar əsas lövhə görsənsin. İlk öncə başlayacağım xanımlar, Günəş sistemindən. Günəş sistemi. Bəzi şirkətlər Azərbaycanda Günəş sistemi ilə işləyir. Hansı ki, Günəş sistemi nə deməkdir? Bu sponsordur. Sponsordur və girib bir sistemə, həmin o sistem, həmin o şirkət Günəş sistemi ilə fəaliyyət göstərir və başlayır dəvətlərə. Dəvət etdikcə, məsəl üçün, Laləni dəvət etdi, özünün üzərinə qeydiyyat edir. Ayşəni dəvət etdi, öz üzərinə qeydiyyat edir. Kimi dəvət etdisə bu insan, öz üzərinə qeydiyyatlar aparır. İstəyir 100 nəfər, istəyir 50 nəfər, istəyir 60 nəfər. Kim ki qeydiyyatdan keçirdi, hər birini öz üzərinə qeydiyyatdan keçirdir. Çünki sistemin quruluşu budur və şirkət bundan bunu tələb edir. Çünki başqasına qeydiyyatı verə bilərmi? Məsəl üçün, bu xanımı gətirib bura verə bilərmi? Bəli, verə bilər, öz istəyi ilə əlaqəli. Amma sistem bunu tələb etmir. Niyə? Çünki buradakı irəli getsə buna sərf eləməyəcək, az qazanc əldə edəcək. Daha çox gəlir əldə etmək üçün o ancaq özünə, birbaşa özünə qeydiyyatlar aparmalıdır. Bu Günəş sistemidir. Yəni, sponsor mərkəzdədir, bütün üzvlər birbaşa ona bağlıdır. Yəni, bir sözlə uğur sponsora bağlı olan insanlardan gəlir. Yəni ki, bu görürsünüz bənzəyir Günəşə və onun şüalarına bənzəyir. Görürsünüz, bu Günəş formasındadır. Struktur özü Günəş formasını alır deyə bunun adına Günəş sistemi deyiblər. Dərinlik azdır burada. Ancaq özünə bağlı olan insanlardan gəlir qazanc götürməyə başlayırlar. Onlar məhsul vurur və o başlayır mərkəzdəki insan qazanır. Yəni komanda işi zəifdir. Komanda işi zəifdir deyəndə nə? Yəni burada lider yetişdirmə yoxdur. Lider yetişdirmir. Çünki birbaşa özünə bağlayır. 100 nəfər insan varsa burada ətrafında, 100 nəfərin hər biri 10 üzərinə gələcək. Onun həqiqətən orada əziyyəti çox olur. Niyə? Çünki burada dəstək olmur insanlara. Dəvət vermir. Dəvət vermədiyi üçün bu insan gətirmir. Burada məhsul vura-vura qalır aylarla. Axırda heç bir faizə qalxmır, yüksəlmir və çıxır gedənlərdən olur. Yəni zəifləyir, çıxır gedir. Yəni heç bir həvəsləndirici, motivasiya edici heç nə yoxdur orada. Bu isə onun hesabına bir neçə ay qazanmış olur. Və burada lider yetişdirmədiyi üçün Günəş sistemində bu sponsor bütün buradakı 100 nəfər varsa, 100 nəfərin 100-ü də onun üstünə gəlir. Yəni nə sualı olsa birbaşa onun şəxsinə yazır. Yəni bütün vaxtını, zamanını sərf eləyəcək ki, onların suallarını cavablandırsın, onların problemlərini həll eləsin. Yəni bir sözlə burada uzun ömürlü qazanc sistemi olmur. Yəni ki, tez-tez bu nə qədər güclü olmalıdır ki, durmadan dəvətlər eləsin və onlar məhsul vursun, bu ortadaşı qazansın. Və niyə sərf eləmir? Baxın, Unilevel deyilən bir sistem də var. Unilevel sistemi haqqında danışacağım sizə. Unilevel sistemi, Günəş sistemi demək olar ki, məsəl üçün bu sponsor, mən dedim axı ki, dəvətlər etmir, ancaq öz üzərinə edir. Axırda, sonda binar sisteminin, belə deyim də, binar sistemini kopyalamağa başladılar və Unilevel sistemi yaratmağa çalışdılar. Və burada, məsəl üçün, bu xanım dəvət edəndə bura dəstək olmağa çalışdı. Belə-belə zəncir var. Bax, indi burada izah eləyəcəm bu sistemi, Unilevel sistemini. Bu Günəşdir. Günəş. Və Unilevel. Unilevel. Unilevel sistemi necədir? Eynilə Günəş sistemidir bu da. Yan qollar açılır. Amma, məsəl üçün, sponsor gəldi. Məsəl üçün, bu sponsordur, sizin sponsordur. Gəldi, dəvət elədik sizi. Və aşağıya qeydiyyatlar. Bir dənə də dəvət gətirdi burada, bir dənə də dəvət gətirdi burada, bir dənə də dəvət gətirdi burada. Bu Unilevel sistemidir. Hansı ki, bəzi şirkətlər də Unilevel sistemi ilə işləyir. Zəncirvari qeydiyyatlar, yəni burada deyir ki, mən sənə dəstək oluram, sənin komanda yığmağına kömək oluruq biz. Hansı ki, bu sistemi deyir. Burada birinci qol, yəni sən dəvət gətirsən də gətirməsən də birinci qolun sənin dolacaq və sən birinci qoldan o qədər də gəlir götürməyəcəksən. Hətta demək olar ki, heç gəlir götürməyəcəksən. Və bura gəlir müəyyən bir faizə çatır, sən məcbursan ikinci qolu açmağa. İkinci qolunu açırsan burada inkişaf elətdirirsən
Bu gəlir 22% olur məsəl üçün. Bu da gəlir 22% olur. Sənə o qədər qazanc gəlmir. Sən demək olar ki, qazanmamağa başlayırsan. Axı burada birbaşa özünə bağlamaq sərf edir insanları. Çünki birbaşa özünə bağlayanda çox yaxşı qazanc gəlir götürür bu insanlardan. Nəinki aşağıdakı insanlar qazandıqca. Aşağıdakı insanlar qazandıqca o qolun faizini, yəni o qoldan gələn qazancı gəliri bu aşağıdakı götürməyə başlayır. Ona heç nə getmir. Burada da eyni ilə bu aşağıdan gələn qazancı bu götürməyə başlayacaq. Yəni ona heç nə getməyəcək. O məcburdur bu qollardan nə isə qazanmaq üçün yan qollar açmağa. Buna görə bu unilevel sistemi, yəni burada rütbə açan insanlar yetişdirməməlidir. Burada rütbə açan insanlar yetişdirdikcə unileveldə və məcburdur digər yan qollar açmağa. Burada da yan qollar aça-aça gedəcək bu. Niyə? Çünki burada direktor yetişəndə bu qol açacaq. Burada direktor yetişəndə bu qol açacaq. Etməlidir bu insan ki, məsəl üçün burada direktorlar yetişdirdi. Direktorlar ya bu insan çalışmalıdır ki, aşağıda direktor yetişməsin. Yox, direktor yetişirsə və o qollardan daha çox gəlir qazanc götürmək üçün yan qollar aça-aça getməlidir. Hansı ki bu sistemlə işləyirdi. Mən 2 gün əvvəl mənə yazıb komandamın bir üzvünü cəlb etməyə çalışan xanım bu sistemlə işləyir. Hansı ki onun şirkəti və məni cəlb etməyə, komandamın üzvünü cəlb etməyə çalışırdı. Mən bu sistemi ona izah etdim, yenə də başa düşmədi. Yox, dedi, bir qolla orada qazanc əldə etmək olur, hətta 2 qolla yan qollar açmağa ehtiyac yoxdur. Yəni ki, nəysə başa düşməmişdi yəqin ki sistemlərini. Başa salmağa çalışdım da dedim zaman göstərəcəyi zaman başa düşməkdə istəmədi, söz tapmadı sonrasında. Yəni bu sistem MLM sistemidir. MLM sistemi də bu cür işləyir. Yəni günəş sisteminin başqa bir versiyası. Eyni ilə günəş sistemidir. Günəş sisteminin sadəcə belə deyim də dəstək olunmuş formasıdır. Bu da biraz günəşə bənzəyir, amma burada dəstək olunur. Və aşağıda direktor, burada direktor yetişən kimi bu heç nə qazanmır oradan. Məcburdur digər qollara dəstək olaraq qollar aça-aça getmək bir sözlə. Bu və burada da lider yetişdirmə yoxdur. Yəni lider yetişdirilmir. Yetişdirilsə də sərf eləmir. Yəni yetişdirsə də sadəcə komandası strukturu möhkəm olsun deyədir. İndi mən izah edəcəm binar sistemini. Bunu silim. İndi mən sizə izah edəcəm xanımlar binar sistemini, hansı ki bizə sosial şəbəkəyə daxil olan kimi 2 qol açırıq sadəcə olaraq. Heç kəsi sadəcə 2 nəfər dəvət etməklə sən böyük uğurlar qazanacaqsan burada, böyük imkanlar əldə edəcəksən. Mən özüm də sənə dəstək olacağam. Sadəcə bir dəfə dövrəyə etməklə gəlir əldə edəcəksən. Yan qollar açmağa ehtiyac yoxdur deyilən bir sistemdir və insanları aldadaraq belə deyim. Aldadaraq deyəndə yəni əslində elədir, amma bunun dərinliyinə daxil olanda görürük ki, yox, o deyil. Demək, binar sistemində sən gəlirsən, qeydiyyatdan keçirsən. Binar sistemdə deyilir və binar sistemi Azərbaycan dilində. Baxın, sən gəldin, qeydiyyatdan keçdin. Qeydiyyatdan keçirsən, 2 nəfəri dəvət etməlisən. 2 nəfəri dəvət etməlisən, amma burada nədir? Bu binar sistemlərində hər birində paketlər satılır. Yəni, məhsul da var bəzi binar sistemlərində və paketlər də var. Baxın, paketləri artıq məhsul kimi qoyubdular. Məsəl üçün 150 manatlıq dəyərində, hətta manatla deyil, dollarla da binar sistemləri. 150 dollar dəyərində paketlərdir. Hardasa 200 dəyərində paket, 200 manatlıq dəyərində paketlərdir. Nə bilim 500'lük var, 700'lük var, 1000-1500'lük var. İndi baxır sisteminə 50 dollarlıq məsəl üçün paketlər var. 50 dollarlıq, 500 dollarlıq, 1000, nə qədər desən də, indi hər bir sistem, çoxdur binar sistemi Azərbaycanda fəaliyyət göstərən, hərəsi bir rəqəmlə işləyir, ona görə dəqiq bir rəqəm deyə bilmirəm. Yəni, bir sözlə dollarla başlayan paketlər qoyurlar, sən qeydiyyatdan keçmirsən, paketlərdən birini almalısan. Az paket sənə az gəlir verəcək, çox paket sənə, yəni 1000-1500 manatlıq paketlər alanlar da var. Dollarlıq paketlər alanlar da var. 1500 dollarlıq paket alsan, sən qazanmağa başlayacaqsın. Əlbəttə ki, 1500 dollar qazanmayacaqsın, az qazanacaqsın, amma onun faizini qazanacaqsın. Yəni, bu paketləri aldıqca siz faizlərə qalxırsınız. Və 2 nəfər də dəvət etməlisən, onlar da o paketlərdən almalıdırlar ki, sənə onlardan faiz gəlsin. Məsəl üçün, 150 manatdan neçə, yəni onun 2 faizimi, 5 faizimi sənə gələcək. Məsəl üçün, 100 dollar qoyursa bura, onun 2 faizi nə qədər eləyir? Ondan yuxarıya gedəcək, o qədər qazanacaq. Yəni, binar sistemində də
İki qolla düzdür. Öz linkindən birinci növbədə insanlar qeydiyyatdan keçirməlidir. Öz linkindən keçirtmirsə, o sayılmır. Öz linkindən insanlar keçirilməlidir və hər ay keçirtməlidir. Hər ay keçirtmirsə bu insanları, hər ay qeydiyyat getmirsə onların qolunda, ya o yenidən paket almalıdır, ya yenidən məhsul almalıdır, ya da mütləq ki, öz linkindən insanlar ayda bir dənə heç olmasa insan qeydiyyatdan keçirtməlidir. Keçirdə bilmirsə, onun aldığı paket sönür. Yəni ki, batmır qızlar, sönür sadəcə olaraq. Adı orada qalır. Yəni belə düşünün də, sizin bir mağazanız var, amma içi dolu məhsuldur, amma ora qıfıl vurulub sən daxil ola bilmirsən. Nə vaxt ki daxil ola bilirsən, sən yenidən bu paketlərdən birini, hansısa birini götürəndə sən aktivləşə bilərsən. Yəni ayda məhsul vuranda və ya da ki, sən aktivləşə bilərsən. Ya da ki, bir dənə insan qeydiyyatdan keçirəndə sənin yenidən sönmüş kabinetin aktivləşəcək. Və binar sistemində qazanc necə əldə olunur? İki qolla əldə olunur. Sənin bu strukturun davam edir, inkişaf edir. Bir struktur əlbəttə ki, çox inkişaf edəcək. Bir struktur az inkişaf edəcək. Hətta demək olar ki, heç inkişaf eləməyəcək. Əgər sən o qədər də dəvət gətirmə bacarığın yoxdursa, o zaman sən heç nə qazanmayacaqsan. Sənin burada dəvətlərin azdırsa, bir dənə, iki dənə və ya da ki, bilmirəm, bunlar məhsul vurur, məhsul vurmur, aktivdir, passivdir. Məhsul da deyəndə məhsul da yoxdur. Ha? Yəni burada paketlərdir. Paket alıbdılar, almayıbdılar. Əlbəttə ki, hər insanın işi deyil. Yəni özünüz bilirsiniz strukturumuzdan ki, bizdə sadəcə 35 manatlıq alış-verişdir. Yəni ona belə gücü imkanı çatmayan xanımlarımız var komandada. Yəni necə 100, 150, 200 min manatlıq, 1000 dollarlıq paketlər alsınlar ki. Yəni ona görə bu sistemdə çox çətindir və burada tarazlıq olmalıdır. Bu tarazlıq qorunmasa, məsəl üçün 3 nəfər burada, 3 nəfər burada. Bu tarazlıq olmalıdır. Bu tarazlıq qorunmursa, bu qolun biri uzundur, bu qolun biri qısadır. Ona görə yenə də sən istədiyin kimi, istədiyin gəliri, qazancı götürə bilmirsən. Yəni uzağı buradan qazanc götürə bilirsən. Məsəl üçün sənin bu qolunda gedir 1000 dollarlıq paket alınıbdır bu qolunda. Sənin bu qolunda heç paket alan yoxdur. Sən heç nə qazanmayacaqsan. 3 nəfərin nə olsun ki, qeydiyyatdan keçirmirsən. Və yaxud da ki, 100 dollarlıq paket alınıbdır burada. Baxın, 1000 dollar, 100 dollar. Burada da 100 dollar. Burada 100 dolların, yəni 100 dollar, 100 dollar, 200 dollar. 200 dolların faizi gedəcək sənə. Dediyim kimi, hərəsi 100 dolların da 2 faizi, 3 faizi, uzağı 5 faizi sənə gedə bilər. Yəni çox az bir qazanc əldə olunur. Ona görə yəni bu sistemdə çox insan irəli gedə bilmir və Azərbaycanda demirlər ki, indiyə qədər hansı binar sistemi Azərbaycana daxil olubdursa, onlar uzun ömürlü olmayıbdır və davam etməyibdir. Və gəldik piramida sisteminə. Liderim, siz lövhəni silənə kimi bir şey əlavə eləyə bilərəm. Çünki sistemlər deyəndə bilirsiniz ki, dayana bilmirəm. Binar sistemlərində ən çox satılanlar plasterlar olur. Bir neçə dənə məhsulları ola bilər. Məsələn, o gözü oxşamaq üçün şampundur və yaxud da nə bilim diş pastalarıdır, diş pastasının yanında diş şotkasıdır. Bu kimi məhsullar verə bilərlər. Sadəcə onların qiyməti yəni o qədər baha olur ki, o məhsulu bir dəfə alan, ikinci dəfə alıb istifadə eləmir və satış edə də bilmirsən. Çünki bizim insanlarda bir xasiyyət var. İnsanlar plasterlarla, yapışdırdıqlarından bir xeyir görmədiklərinə görə onlar məsələn, yaxşıdır ki, dərman vasitəsi satalar. Bu insanlar deyir ki, dərmanı içirəm, mənə şəfası olacaq. Amma ki, plasterlar onlara heç bir xeyir vermir və inanın ki, sadəcə o istilik verməkdən başqa, o da o qədər gərək qalın geyinəsən, istilik verməkdən başqa heç bir şey demək olar ki, yəni heç bir işə yaramır. Buyurun liderim. Çox sağ olun əlavə məlumat üçün təmin liderim. Başlamaq istəyirəm mən piramida sisteminə. Piramida sistemi bizə demək olar ki, çox qədim bir sistemdir. Əslində sistem deyilən bir şey yoxdur. Aldadıcı bir sistemdir. Ona görə də bəzi insanlar heç bizim doğru düzgün işlədiyimiz sistemlərə də inamsız yaxınlaşırlar, inanmırlar. Hətta elə binar piramida sistemləri tanıyıram ki, insanlar maşınını, evini satıb həmin o piramida sistemlərinə qoyubdular, batıbdılar. Piramida sistemi ümumiyyətlə sistem deyil, ümumiyyətlə bir rəsmiyyəti yoxdur, rəsmi fəaliyyət göstərmir. İnsanları aldatmaq məqsədi ilə, məsəl üçün bir nəfər qəşəng pul qazanmaq istəyir, ağlına qoyur və özü üçün bir insanları inandırıcı, insanların necə deyim, şüur altında işləyəcək bir plan qurur və başlayır insanlara çıxış verməyə. Orada heç bir məhsuldan söhbət gedə bilməz.
Məhsul deyəndə orada ancaq kriptovalyutadan söhbət gedir, nə bilim yalançı, nə bilim kiminsə əlinə çatacaq məhsul yoxdur orada. Nə bilim səhmlərdən söhbət gedə bilər, kriptovalyutadan söhbət gedə bilər ya da ki, nə bilim indi hal-hazırda Azərbaycanda biraz formatı dəyişibdilər bəzi şirkətlər, piramida xarakterli fəaliyyət göstərirlər. Məhsul gələcək Azərbaycana, məhsul sənə gələcək, amma ortalıqda bir məhsul yoxdur. İnsanlara pul qoydururlar. Elə bir ki, insanları yatızdırırlar. Yəni ki, məhsul gələcək Azərbaycana, hər şey yaxşı olacaq, heç nə eləmədən də qazanacaqsan. Bu kimi sözlər hər biri piramida şirkətlərinə xas olan bir necə deyim, sən sadəcə pul qoy, hər şey yaxşı olacaq, sən milyonçu olacaqsan, sənin həyatın büsbütün dəyişəcək. Bunlar hamısı piramidaya xas olan sözlərdir. İnsanlar da daima piramidaya aldanırlar. Niyə? Təəssüflər olsun ki, çox insanlar heç nə etmədən, daima bu dədə-babadan belə gəlibdir. İnsanlar heç nə etmədən qazanmağın tərəfdarındadırlar. Yəni, mən heç nə etməyim, qazanım. Yəni, hal-hazırda piramida tipli şirkətlər fəaliyyət göstərir Azərbaycanda. Məhsul olmadığı halda məhsul gələcək deyirlər. Sən sadəcə bura pul qoy. Ay pul götürənlər, qoyanlar var. Hər ay pul qoyanlar var. Ay, nə bilim, $50 qoy, hər ay, nə bilim, $10 qoy kimisindən. Nə bilim, bəzi məhsul gələcək Azərbaycana. Halbuki Azərbaycana məhsul gəlməyəcək. Bunu çox yaxşı bilirik. Yəni məhsulu bir-iki nəfər məhsul vurubdursa da bunu da xaricdən necə ki trend yoldan falan məhsul vuran kimi başqa bir yollarla məhsul vurulubdur. Nəysə, yəni ki qızlar, piramida rəsmi fəaliyyət göstərmir Azərbaycanda. Yəni sabah sənin pulun batsa, sabah sən aldansan, şikayət etməyə yerin belə yoxdur. Heç kəs sənin şikayətinə baxmayacaq. Ortada bir məhsul yoxdursa bu piramidadır. Bunu açıq-aydın deyə bilərəm. Məhsul varmış kimi göstərirlər. Amma konkret bir məhsul sənin əlinə gəlib çatmır. Səni ayaqda yatızdırırlar. Pul qoy qazanacaqsan. Heç nə eləmədən qazanacaqsan. Sən heç nə etmədən də burada milyonçu olacaqsan. Əlbəttə ki, insanlar, necə deyim, kasıb insanlardır. Varından yoxundan belə kəsirlər nəyidənsə. Gedib oraya pul qoyurlar ki, nə vaxtsa pul qazanacam. Amma həqiqətən insanların haqqına girməkdir. Təəssüflər olsun ki, bu cür şirkətlər hələ də fəaliyyət göstərir və onlara aldanan insanlar olduqca da bu cür şirkətlər, bu tipli şirkətlər Azərbaycanda fəaliyyət göstərəcək və daha da artacaqdır. Bu tipli şirkətlərə inanmayın. Aşağıdakıların qoyduğu pulun hesabına daima yuxarıdakı qazanır. Dəvət gətirə bilmirsənsə, yəni sən heç nə qazana bilmirsənsə, dəvət gətirirsənsə, demirəm, piramida şirkətləri qazandırmır. Qazandırır qızlar, bir müddətlik qazandırır. Sənin qoyduğun pulun hesabına yuxarıdakı qəşək qazanır. Mənim qoyduğum pulun hesabına yuxarıdakı qazanır. Yəni faiz götürür. Mənim qoyduğum pulun, məsəl üçün, nümunə üçün deyirəm, 100 manat qoyuram, 50 manatı məndən yuxarıdakına gedir. Mən insan gətirməsəm, yəni insanların üzərindən faiz, bu haramdır əslində bir tərəfdən də. Yəni burada məhsul söhbəti yoxdur. Bizim işimiz haram deyil, bizim işimiz alış-verişdir. Yəni tövsiyə üzərindən qazanc əldə edirik. Yəni bu şirkət oldu, Home Life oldu, olmadı. Sən gedib marketdən alacaqsan onsuz da. Yəni bu o faizdən deyil. Başa düşürsünüz? Home Life şirkətində olan faiz o haram faizdən deyil. Yəni ki, insanların üzərindən pul qazanmaq söhbəti deyil də. Hər birimiz evimizin ehtiyaclarını alırıq. Yəni mən əgər daha çox qazanmaq istəyirsənsə, sistemi öyrən, tətbiq elə, rütbəni aç, daha çox gəlir qazanc əldə et. Amma mən burada məhsulumu alıram. Yəni ki, məhsulu bəyənirəm, Home Life şirkətindən alıram. Amma orada elə deyil, məhsul yoxdur. İnsanın qoyduğu puldan insanlar qazanır. Buranın bir sistemi yoxdur. Məsəl üçün, mən sizə belə deyim də, sistemi yoxdur, amma nümunə üçün, sizin başa düşməyiniz üçün deyirəm. Məsəl üçün, burada bu piramida şirkətini qurubdur və səni dəvət edir. Sən gəlirsən, 100 manat bura pul qoyursan. Mən minimumdan göstərirəm də. 100 manat pul qoydum və yaxud da ki, 50 manat pul qoydum, fərqi yoxdur. Buradakı da bir 100 manat pul qoydu. Bundan 50 manat, bundan da 50 manat. Getdi buna, bu 100 manat qazandı. Əslində 200 manat, 200 manatın elə bir ki, bunların qoyduğu puldan 50 manat qazandı. Düzdürmü? Bunlar da eyni zamanda gətirməyə başlayırlar. İki qolla burada da inkişaf gedir. Bunlar da 100 manat qoydururlar bunlara. Bunlardan da 50 manat bu qazanır. Eyni zamanda 50 manat bu yuxarıdakı qazanmağa başlayır. Başa düşürsünüz? Aşağıdakıların qoyduğu hesabına yuxarıdakı nə qədər? Bu deyəcək, mən qazandım. Bu istər-istəməz həvəslənəcək, bu görəcək ki, kimsə qazanır, bu qazanır, o da gətirəcək. Yəni, insanlar biraz da axına gedirlər, qızlar. Mən bunu bir çox yerlərdə görmüşəm. İnsanlar orada gedirsə, demək orada nə isə var. Yəni, o qazandı, mən də gedim qazanım. Belə bir serial var idi, kino var idi daha doğrusu. Yəqin ki, o kinoya baxmısınız. O kinoda da çox açıq aydın bu sistemi əslində orada izah edir, təbliğ edir.
Babil, Babil. ay sağ olun. Babil. Bəli, Babil kinosunda çox açıq aydın izah eləyir. Yəni ki, insanlar küyə gedirlər. O qazandı, demək ki, burada qazanc var. İnsanlar həftəlik qazanc göstərirlər, aylıq qazanc göstərirlər. Vau, nə gözəl. Amma sistemin içinə girəndə bir müddətlik bəlkə də dəvəti insanları aldadıb gətirə bilsən, onlara pul qoydura bilsən, sən də bir müddətlik onlar üzərindən qazanacaqsan. Amma ortada məhsul yoxdur, yenə də deyirəm. Sabah o dəvət gətirə bilməyən insanlar çönüb sənə deyəcək ki, mən məhsul almıram. Mən burada ancaq pul qoymaqla məşğulam. Elə bir neçə aydır, 3 aydır, 5 aydır mən pul qoymaqla məşğulam. Bəs hanı mənim qazancım, hanı mənim gəlirim? Yəni ki, bir sözlə insanların gözünü boyamaqla məşğuldur piramida şirkətləri. Yəni inanmayın, aldanmayın. Deyirlər məhsul nə vaxtsa gələcək. Eyb yox, gələndə qoşularam o zaman. Yəni bu sözü deyə bilərsiniz ən azından. Yəni xanımlar, gəlin yer tutun. Nə bilim, məhsul nə vaxtsa gələcək. Bu yalancı söhbətdir. Bu piramida, bilirsiniz, bir insan əgər piramida şirkətini gətirirsə Azərbaycana, mən piramidayam, mən səni aldadıram, mən ona görə gəlmişəm Azərbaycana, əlbəttə ki, deməyəcək. Mən super bir şirkətəm, mən insanları qazandırıram, milyonçu eləyəcəm sizi, rəsmi fəaliyyət göstərəcəm, mənə sübutlarla gəl, mənə sözlərlə, yox sübutlarla gəl, konkret bir sistemlə gəl. Yəni ortada bir şey yoxdur, mən insanları aldadıb, gedib orada pul qoy, mən məhsul götürür deyə bilmərəm. Başa düşürsünüz. Təəssüflər olsun ki, xanımlarımızın, insanlarımızın çoxsu bu sistemi aldanırlar. Sonra da peşman olurlar. Peşmançılıq, sonraki peşmançılıq da deyir, fayda vermir. Yəni diqqətli olun xanımlar, aldanmayın. İndi mən başlayım, öz şirkətimizin sistemi haqqında sizə danışacağım. Möhtəşəm bir sistemimiz var. Bu şirkətdə işləyirəm deyə demirəm. Ya da elə bu şirkətdə işləyirəm deyə deyirəm. Niyə? Çünki mən səhv bir sistem olsa, gedib o sistemlə başlamaram işləməyə, yəni aktiv şəkildə başlamaram işləməyə. Sistemi tanıyıram, ona görə də doğru sistemdəyəm, doğru sistemlə də işləyirəm. Niyə doğru sistemdəyəm? İndi bu haqda sizə ətraflı danışacağım və siz də görəcəksiniz ki, həqiqətən doğru sistemdəsiniz. İndi gələk Aygün Məmmədovanın dediyi kimi Unilever sisteminə. Mən Unilever sistemini, yəni bizim sistemi mən daha çox bənzədirəm, bilirsiniz nəyə qızlar? Sistemlərin, danışdığım bu günəş sistemidir, binar sistemidir, onların qarışığına bənzədirəm. Niyə? Bizim sistemdə yan qollar aça-aça gedilmir. Düzdürmü? İnsanlar yorulur yan qollar aça-aça getməkdən. Amma bizim sistemdə yan qollar aça-aça getməyə ehtiyac yoxdur. Sən sadəcə 3 qolla. Əlbəttə ki, birinci qolumuzu möhkəmləndiririk, sonra ikinci qolumuzu, sonra üçüncü qolumuzu. Mən indi burada 3 qolla göstərəcəm. 3 qol kifayətdir ki, siz Azərbaycanda qəşəng 2000-3000 üzəri gəlir qazanc əldə edəsiniz. Və 2000-3000 üzəri qazanc gəlir də Azərbaycanda yetəri qədər qazanc məncə, yəni kifayət qədər gəlir qazanc deməkdir. Yəni bir ailənin, bir insanın necə deyim, çox rahat keçinməsi deməkdir, dolanması deməkdir. Hələ arxaya da plata bilərsiniz. 3 qolla inkişaf edir bu sistem. Əlbəttə ki, yan qollar daha çox 50.000, 100.000, 150.000 daha da çox qazanmaq üçün aça bilərsiniz. 6 qolla fəaliyyət göstərir, amma yenə də deyirəm, 3 qolla çox qəşəng qazanc gəlir əldə etmək olur. Yəni burada rütbə, mən bayaq nə dedim günəş sistemində, dedim orada aşağıda rütbə açan kimi sən ondan qaçmalısan, sən yan qol açmalısan. Amma əksinə bizim sistemdə nə edirik? Bir lider yetişdiririk və onların qazanması üçün çalışırıq. Yəni qazandır, qazan sistemidir. Onları qazandırmamaq üçün çalışmırıq. Qazanması üçün çalışırıq. Bizim sistemdə nə var? 3 qolla inkişaf edirik, 3 qol açırıq və başlayırıq artıq onlara dəstək olmağa. Dəvət etdiyimiz insanı nə edəcəyik? Bura verəcəyik. Hər kəs öz dəvət etdiyi insanı özündən aşağıya düz strukturu inkişaf elətdirəcək. Bu xanım da əlbəttə ki 3 qol açır. Bu xanımın gəlib burada turkuaz olması bizim şərəfimizdir, bizim necə deyim, qürurumuzdur. Biz artıq bir lider yetişdirdik, biz artıq bir lider inkişaf elətdirdik. Burada bir lider yetişdirəndə, çünki sənin də qazancın gəlirin artacaq. Yəni sistemin quruluşuna bir baxın xanımlar. Yan qollar açmağa ehtiyac yoxdur. İnsanlar bezir yan qollar açmaqdan. Yorulurlar yan qollar açmaqdan. İnsanlar yorulur günəş sistemindən. İnsanlar yorulur binardan. Yəni qolu necə deyim, hamısı eyni səviyyədə olmalıdır. Burada 1000 dollarlıq, 1000 manatlıq dövrəyə gedibsə, burada da 1000 getməlidir, burada da 1000 getməlidir. Binar sistemində elə daxı. Bu paket söhbəti yoxdur. Gəlib paket almalısan söhbəti yoxdur. Gələn hər bir insan sadəcə özünün evinin alış-verişini edir. Satış edən xanımlar da var. Satış edir, satışdan da qazanır. Çünki məhsul gəlir əlimizə çatır.
Məhsul biz insanlara demirik. Sən burada gəl pul qoy, məhsul sənə nə vaxtsa gələcək. Məhsullar nə vaxtsa Azərbaycana gələcək demirik. Konkret burada əlimizə çatan məhsullar var. Evimizin tələbatı var. Şampunumuzu alırıq, paraşokumuzu alırıq, qabıyan mayemizi alırıq, ətrimizi alırıq, kosmetik məhsullarımızı alırıq, qida əlavələrimizi alırıq. Yəni nə lazımdır? Evimizin ehtiyaclarını alırıq. Düzdürmü? Biz bura pul qoydurmuruq insanlara. İnsanları aldatmırıq bir sözlə. Bu insan dəvət gətirə bilməsə belə məhsullarımızdan istifadə edir, keyfiyyətli məhsullardan istifadə edir. Elə insanlar var ki, deyir, mən biznes qurmaq istəmirəm, Homun məhsullarını çox bəyənirəm və ona görə buradan qeydiyyatdan keçir, bizdən qeydiyyatdan keçir. Elə insan var, satış edir, satış bacarığı var, məhsul üzərindən pul qazanır. Yəni, satış üzərindən pul qazanır, biznes istəmir. Amma biznes qurmaq istəyən insan üçün də ən ideal iş sistemidir. Yan qollar açmağa ehtiyac yoxdur. Sən qazan, sənin altında rütbə açan insanlar olanda, bu sənin şərəfindir, deyərəm bu biznesdə. Yəni, bu sənin qürurundur, qürur duyacağın bir şeydir. Əksinə, ayda bu rütbə açdı, mən rütbədən düşdüm, mənim maaşım bölündü, mənim gəlirim bölündü demirik. O rütbə açdı, mən digər rütbəni açdım. Sən çalışırsan ki, buradakı rütbə açsın, əksinə. Buradakı irəli getsin, buradakı qazansın. Niyə? Qazandır qazan sistemidir. Bizim sistemin gözəlliklərindən biri budur. Plus bundan əlavə İndi inşallah gələcəyi daha gözəl olacaq. Bizim sistemdə bilirsiniz, zavodumuz var Azərbaycanda. Heç bir şirkətin edə bilmədiyini Home Life şirkəti edibdir. Ofisimiz var. İnşallah may ayının sonunda açılışı olacaq. Möhtəşəm ofisdir. Böyük ucu bucağı Gülnar xanımı mən görməmişəm. Gülnar xanımın dediyinə görə ucu bucağı görsənmir. Çox möhtəşəm bir şeydir. Yəni ki, bu həm də ki, qızlar, bilirsiniz, digər şirkətlərdə, Azərbaycanda hər hansı bir şirkət varsa, ofisi kirayəyə götürür, kiraya tutur da. Bu Home Life şirkəti yeganə şirkətdir ki, Almaniya olsun, Azərbaycan olsun, Gürcüstan olsun, Türkiyə olsun, hər yerdə öz ofisi şəxsidir, şəxsi mülküdür, kirayəyə götürməyibdir. Yəni, demək ki, bu şirkət qazanır ki, bu sistemdən. Özünüz görürsünüz nə qədər daimotlar, nə qədər rütbə açan insanlar. Yəni, bu sistem həqiqətən tələbat var, bu sistem inkişaf olur, inkişafdadır hal-hazırda və gələcəyi də çox gözəl parlaqdır başa düşənə, sistemlərin dərinliklərini bilənlərə. Mən ona görə bu sistem söhbətini açdım ki, hər kəs sistemi bilsin və cəlb etmələr olacaq. Dediyim kimi, bayaq ayaqdan dartmaq misalı, ayağınızdan dartanlar olacaq. Siz irəli gedirsinizsə, gəl bizim sistem daha yaxşıdır deyənlər olacaq. Amma siz sistemlərin fərqini başa düşsəniz, sistemləri bilsəniz, inanın ki, siz əksinə onun deməyə sözü qalmayacaq. Siz onu başa salacaqsınız. Çünki onun sistemdən başı çıxmır. Sistemdən başı çıxsa Home Life şirkətində qalardı. Çünki ən ideal iş sistemi hal-hazırda Home Life şirkətidir. Belə. Sonra bu qədər qızlar məndən doğru sistem, yəni doğru uğur, doğru qazanc, uzun ömürlü qazanc deməkdir. Yəni biz də bura uzun ömürlü qazanca gəlmişik. Digər şirkətlərdə də demirəm, həm də ki Home Life şirkəti öz məhsullarını özü istehsal edən bir şirkətdir. Bəzi şirkətlər var ki, Azərbaycanda öz məhsullarını özləri istehsal etmir. Mən buna misal da çəkə bilərəm, amma qeyri-etik olur deyə mən şirkət adı çəkmək istəmirəm. Yəni elə şirkət var ki, məsəl üçün başqa brendləri yığır kataloqa, başlayır satmağa. Amma bizim şirkət öz məhsullarının özünün zavodu var, öz istehsalıdır, öz zavodudur. Yəni zavoddan birbaşa bizə gəlir. Başa düşürsünüz? Digər şirkətlərdə, bəzi şirkətlərdə hansısa firmaların, hansısa zavodların məhsulları da yığırlar kataloqa və hər məhsul var demək olar ki, orada qab-qacaq belə var, məsəl üçün pastel dəstləri falan belə hər şey var. Yəni elə bir şirkət yoxdur ümumiyyətlə, başa düşürsünüz? Sadəcə o bazardır. Necə ki bazara gedirsiniz, hər şeyi var, alırsınız, o da kataloqa yığır, üstünə də pul qoyur, insanlara satır. Amma bizim şirkətdə zavoddan birbaşa bizə gəlir məhsullar. Yəni istehsalçıdan birbaşa bizlərə gəlir məhsullar və təbii bitki tərkibli məhsullardır. Qatqısız, zərərsiz, ziyansız, keyfiyyətli məhsullardır. Biz bu cür işləyirik. Bu qədər. Yəni qızlar, kimisə nəsə sözü, sualı varsa buyurub verə bilər. Liderim, burada bir dənə əlavə edim. Buyurun. Ekran nətər fırlayım amma. Bir dənə zəhmət olmasa. Aha, uy. Başım açıqdır. Aləmi qatdım həmişəki kimi bir yerinə. Deməli, əgər sizə zaten bu aralar məşhur olub da, gəl 2 qolundan qazan. Və bizim insanlarımıza keçən səfər uğur yoluna da bir o haqda səs atmışdım. 2 qolla irəliləyən ya köhnə Unilevel'dır, ya da binardır. Yəni Unilevel nədir, binar nədir? Binarı zaten Alagöz xanım, liderim izah etdi. Bir dənə qoy. Təqə zəhmət olmasın. Çok üzr istəyirəm, bunu deməsən keçə bilməyəcəm. Aha,
Deməli, 2 qolla gedənlər nədir? Ya binar, ya unilevel. Yəni sizə kimsə deyə bilməz ki, siz 2 qolla gəlib hər hansı bir rütbəni açacaqsınız və istədiyiniz bu gəliri alacaqsınız. Yəni bunun illaki yan qol şərti var. Günəş sistemini Azərbaycanda hər kəs adınla tanıdığı üçün, artıq adınla tanındığı üçün sənə demir. Bayaqları Alagöz liderim anlatdı. Birinci qolunda məsələn sən elə olur ki, məsələn adını çəkəcə belə Viplife-dır, Arflame-dir, nə deyir? Bir qolundan da direktor olmaq olur. Amma sənin altında gəlib direktor çıxırsa, sənin heç bir maaş sənə düşmür. Amma məsələn Viplife-da 2 qollandır, 2 qolla, amma yenə də sənin yan qollarında çıxartmaq məcburiyyətin var. Və kim ki sizə deyir ki, 2 qolla hər hansı bir rütbəni açmaq olar, əmin olun ki, burada illaki bu qollarda direktorlar çıxanda sən yan qolunu açmaq məcburiyyətindəsən. Ya 3 qol olur, ya 5 qol olur, ya 4 qol olur, ya 6 qol olur. Yəni artıq Günəşin yeni versiyası 6 qolla irəliləyən şirkətlər də var. Amma 2 qolla irəliləyən ümumiyyətlə bir sistem yoxdur. Yeganə və tək sistemdir ki, binar sistemidir. Əgər Unilevel, Multilevel adı altında sənə 2 qolla gəlir götürəcəksən, məhsul şirkəti var, aylıq devriyəsi var, deyirsə, bil ki, mütləq orada bir fırıldaq var. %100 bir fırıldaq var. 3-cü qolunda direktor çıxdı mı? 4-cü qolunu açmalısan. 4-cü qolunda direktor çıxdı mı? 5-ci qolunu açmalısan. 5-ci qolunda direktor çıxdı mı? 6-cı qolunu açmalısan. Sadəcə adını dəyişib, Günəş deyil deməyib, yəni boyunlarını almırlar Günəşdir. Sadəcə deyirlər ki, 2 qolla gəlir götürə bilərsən. Artıq gerisi sizdə. Buyurun liderim. Buna deməsən keçə bilməyəcəm. Düz deyirsiniz. Yəni ki, qızlar, inanmayın, sistemləri başa düşsəniz, əlbəttə ki, biləcəksiniz ki, hansı sistemlə işləyirik və mən izah elədim. Yəni, burada yalan bir şey yoxdur. Mən heç bir şirkəti burada, ya saydığım bu, danışdığım bu sistemləri heç birində yalandan, özümdən nəsə uydurmadım. Olan şeyləri danışdım. Çünki özüm də əvvəllər işləmişəm Günəş sistemindən, binarla işləməmişəm, düzdür, amma Günəş sistemidir, MLM sistemidir, işləmişəm. Amma ən sevdiyim sistem Home Life-ın sistemidir. Unilevel sistemi. Və Unilevel'in çox gözəl versiyasıdır ki, qazandır-qazan sistemidir. İnsanları aldatmadan, insanların qazanması üçün can qoyuruq, insanların qazanması üçün əlimizdən gələni edirik. Yetər ki, insanlar qazanmaq istəsin bu sistemdə. Liderim, icazənizlə mən də əlavə edə bilərəm. Çox möhtəşəmsiniz, enerjinizi sevdiyim bir xanımsınız. Bəli, bəzən olur ki, adları mən də qarışdırıram. Deyə də bilmirik adlarını, biraz o qədər qəlizləşdiriblər. Bir əlavə eləmək istəyirəm piramida sistemi haqqında və onun bir qolu olan Ponzi sistemi haqqında. Deməli, piramida sistemi 1920-ci ildə Amerikada yaranıb ilk dəfə və bu sistemi yaratmaq səbəbləri insanları sadət zənciri adı altında güya ki qazandıracaqlarına inandıran bir sistem kəşf olunub və bu sistem necə işləyirdi? Zaten Alagöz xanım izah etdi. 2 qol üzərindən və sənin burada, buna maliyyə piramidası da deyirlər, ehtiyac yoxdur ki, məhsul alış-verişi olsun. Sən sadəcə qeydiyyat üzərindən belə qazanmaq gücünə sahib olursan və burada necə sistem işləyir? Mən dedikdə siz gözünüzün qarşısına gətirin. Yuxarıda birinci bu sistemi quran insan deyir ki, sən 2 nəfər gəlirsən, birini o qoluna əlavə edir, birini bu qoluna əlavə edir. Ümumiyyətlə, piramida ikili qol üzərindən gedir. 3-cü, 4-cü qol ümumiyyətlə orada olmur və birinci qolundakı insan da 2 nəfər dəvət edir, ikinci qolundakı insan da 2 nəfər dəvət edir və bunlara aşağıdakıların pulundan öz dəvət etdiklərinə pul verir qeydiyyatdan. Onların da yatırım etdikləri. Məsəl üçün, insanlar gəlir, yatırım edir də, təbii ki, boşuna qeydiyyat olmurlar ki, indi çıxıb 12 dollara, 15 dollara, 15 manata şirkətlər. Elə bilirlər ki, bu formada da davam eləyəcək. Birinci mərhələdə olan yuxarıdakı insanlara aşağıdakıların pulunu verirlər. Görürlər yuxarıdakılar ki, pul var, göstərirlər də aşağı komandaya. Siz də edin, siz də qazanın kimisindən. Göstərişlərdən sonra o aşağı mərhələdə olan xanımlar gedirlər və yaxud da bəylər gedirlər, yenə də onlar da daha çox yatırım daha çox qazanmaq üçün daha çox insanı dəvət edirlər ki, qeydiyyat üzərindən daha çox qazansınlar. Və o altdakının pulunu bu dəfə yuxarıdakına verirlər. Bildiniz necə? Və yuxarıdakı da aşağıdakını inandırmaq üçün gedir yenə də reklam eləyir ki, bax bu şəkildə qazanmaq. Və axırda bilirsin nə olur? Piramidalarda ümumiyyətlə hər şey sistem üzərindəndir. İnsan faktoru olmadığına görə sabah bir gün orada dələduzluqla üzləşdiyimizdə heç kəsdən pulu tələb eləyə bilmərik. Məsəl üçün bir şirkət var idi Okos adında. O Jos yazılırdı Okos adında və çox yaxın bir zamanda Azərbaycanda yaman məşhurlaşmışdı. Hər kəs ora axın eləyirdi. Burada pis bir şey yoxdur ki, nə haramçılıq var, nə bir şey var. Legaldır,
əslində qeyri-legal bir sistem idi, Azərbaycana girmişdi və bunun böyüməsinin qarşısını aldılar. Üstəlik tutub həmin şəxsləri, yəni cəlb etdilər, yəni qanunlar çərçivəsində və demək istəyirəm ki, piramida ümumiyyətlə insanları, yenə deyirəm, bunun haqqında bir Babil adlı bir film də var. İstəsəz gedin orada açın. Halit Ərgənc Daskada onu çox gözəl bir şəkildə izah edir. Və bir də əlavə eləmək istəyirəm. Piramidanın ikinci bir qolu olan Charles Ponzi tərəfindən yaradılmış Ponzi sisteminə. Ponzi sistemində iş necə, gedişat necədir? O da 2 qol üzərindəndir və piramidanın bu belə deyək qaranlıq üzünü qapatmaq üçün bir dənə ora məhsul qoyurlar ki, baxın məhsul var və qol saatı ola bilər, bir torpaq sahəsi ola bilər, su filtri ola bilər. Bir dənə heç kəsə lazım olmayan bir məhsulu qoyurlar göz boyamaqdan ötürü ki, baxın, siz bu məhsula yatırım edirsiniz. Burada bir fərq var. Bu yarı legal bir şeydir. Yəni yarı qanuni bir şeydir. Əgər sən gəlib bu məhsula və yaxud da hər hansı bir torpaq sahəsidir, Ponzidə bir məhsul var da, bircə dənə məhsul olur orada. Ona pul yatırımı edirsənsə, bu qanunsuz hesab olunmur. Bunu sən şəxsi iradənlə etdin, problem yoxdur. Yəni nə vaxtsa o dəyərlənəndə sən oradan qazanc götürə də bilərsən. Amma sənin o sistemə insanları dəvət edib ora yatırım etmələrini təmin etməyin qeyri-qanuni hesab olunur və həm də haramçılığa daxil olur. Ona görə də bu sistemdə Azərbaycanda ümumiyyətlə qadağan olunan sistemlərdən biridir bildiyim qədərilə. Mən də bunları əlavə eləmək istədim. Digərlərini zaten Alagöz xanım çox gözəl şəkildə izah etdi. Təşəkkür edirəm sizə liderim, var olun. Siz sağ olun liderim. Azərbaycanda qadağadır, amma başqa adlarla gəlməyə çalışırlar. Diqqətli olun. Başqa kiminsə nəsə sözü sualı varsa qızlar, buyurun. Liderlər. Sistem haqqında. Değerli, gözəl liderim. Çox sağ ol, ağzın əməyinə sağlıq, çox təşəkkür edirəm. Çox gözəl, geniş şəkildə fikirlər ifadə etdin. Ümidvaram ki, bütün əməkdaşlar bundan özünə bir not aldı və həqiqətən hansı şirkətdə və hansı sistemlə fəaliyyət göstərdiklərinin bir daha fərqinə vardılar. Bu çox önəmli bir şeydir. Düşünün ki, bugün siz ailə qurursunuz, amma yoldaşınızı tanımırsınız. Sizi hara gəldi verirlər və gedirsiniz. Bu zaman siz nə edəcəyinizi bilmirsiniz. Baxın, sistem də budur. Biz burada mənəvi dəyərlər birləşdiririk, keyfiyyəti ucaldırıq, insanların xəyallarına, arzularına, hədəflərini, məqsədlərini təyin edirik. Biz burada tək özümüzü deyil, kimliyimizi isbat etmirik. Ümumi, yəni bizimlə çalışan insanların arzularına, kimliyini isbat etdiririk. Çünki bu sistem, həqiqətən bu sistem buna bizə icazə verir. Bu sistem həqiqətən burada bizi həm maddi, həm mənəvi qazandırır. Mən burada bugün çalışıram deyə deyil. Mən burada bugün faktlar üzərindən danışmaq istəyirəm. Baxın, günəş gördüyünüz kimi sadəcə dəvət et qazan. Amma burada baxın, iş professionallığı, iş texnika önə çıxmır. Səndən sonra sənin yetişdirmək istədiyin insanlar olmur. Hədəfin sənin bəlli olmur. Çünki sən başlayırsan artıq özün qazanmaq istəyirsən. Yan qoldan biri çıxan kimi sənin qazancın kəsilir. Bu zaman nə baş verir? Sənin marağın olmur orada lider yetişdirməyə. Alıcı, satıcı, istifadəçi. Digər sistem yenə orada sənə icazə vermir. Binar sistem eşitliyi istəyir. Yəni düşünün 10.000 manatlıq sənin bir qolunda varsa, sən yeni 10.000 manatlıq bir dövrə yaratmalısan ki, müəyyən qədər oradan qazanc götürəsən. O müəyyən qədər qazancdan da tək sən qazanırsan. Baxın, amma bizdə 5.000 manatlıq dövrənin əsasında sən qazanırsan, sənin hakiklərin qazanır, səfirlərin, altınların, zümrüdlərin. Yəni yaratdığın 5.000 manat dövrənin 4.000-ni, 3.000-nə qədərini şirkət sənə dağılım edir. Üzərindən bol hədiyyə verir, bol qazanc verir. Sən heç bir halda yəni hədiyyəsiz, pulsuz qalmırsan. Həm sən burada keyfiyyətli məhsul istifadə edirsən, dermokosmetik bütün müalicəvi xarakterə daşıyır. Bilirsiniz, bugün Azərbaycanda həkimlər, filoloqlar, məhsulun tərkibini araşdıran insanlar məhsulu çox sevərək, özənlə istifadə edirlər. Çünki yəni nə istifadə edəcəklərinin fərqindədirlər. Amma biz nə edirik? Biz daha çox qazanmaq istəyirik. Bugün bir şey də reallığını gətirmək istəyirəm. Biz burada təlim, tədris, bu qədər plan, statistika, hər şeyi insanlara öyrədirik. İnsanlar elə başa düşür ki, bizim sərf etdiyimiz zaman qədər, bizim qoyduğumuz əmək qədər, bizim verdiyimiz sevgi qədər digər platformalarda bunu tapacaqlar. Əsla bu belə deyil. Bizim sistem bizdən istəyir ki, biz insanlara bu dəyəri, bu sevgini, bu gücü qataq. Çünki bizim marağımız insanları qazandırmaqdır. İnsanlar qazandıqca biz daha çox qazanırıq. Sistem bizdən bunu istəyir və daha sonra biz öz keyfiyyətimizi önə qoyuruq. Amma digər tərəf nə istəyir? Digər tərəf müəyyən qədər dolandırıcılıqla səni pul qazandırır. Və siz düşünürsünüz ki, mən gedib orada kiməsə 200 manatlıq gəl paket al və pul qazan deyərək sizinlə kimsə yol çıxacaq? Təbii ki, xeyr. Bunun 3 nəfəri çıxacaq, bunun 5 nəfəri çıxacaq, yerdə 100 nəfər qalacaq kənarda.
Amma Home Life Azərbaycan aşağı nəsildən yuxarı nəslə qədər hər kəsin ehtiyacını qarşılayacaq. Hər kəsi xoşbəxt edəcək, hər kəsin sağlamlığını qoruyacaq, hər kəsin həqiqətən həyat keyfiyyətlərini artıracaq bir sistemdir. Bu bir danılmaz faktdır. Bu bir nöqtədir. Bunun o tərəfi, bu tərəfi yoxdur. Yəni buradan bütün əməkdaşlara səslənib deyirəm ki, baxın, pulsuz pendir tələdə olur. Siz o qədər ağıllı olun, o qədər araşdırıcı olun, o qədər mükəmməl sistemləri bilin ki, kimlərsə sizin beyninizi deyil, siz kimlərinsə beynini yaxşı mənada öz sisteminizin fərqini qoyaraq, göstərərək gətirin, qazandırın. Bax, cəsurluq budur, cəsarət budur. Yəni rahat bir şey axtarmayın. Bu gün Azərbaycanda o qədər ehtiyacı olan xanımlar var ki, pul qazanmaq istəyir. Siz düşünürsünüz biz bu sistemə gələndə elə həmən bol-bol şəbəkəçilər mi aldıq, gətirdik? Həmən elə bizə böyük komandalar mı gəldi? Xeyr. Biz sıfırdan ilmə qazanmaq istəyən insanları, həyəcanı olan insanları gözəl şəkildə böyütdük və onları qazandırdıq. Qazandırmağa da davam edirik. Siz də, yəni əlinizdə olan komandaların fərqinə varın ki, daha çox qazanasınız. Gözünüz böyük şeylər axtarmasın, nəzərinizdə olsun o böyük şeylər, amma o balaca şeyləri böyütməyə hədəf qoyun. Çünki biz hər birimiz sıfırdan ilmə böyüyən bir komandayıq. Və bugün biz Azərbaycan bazarında kimi, nə istəyirik, hansı şirkətlə fəaliyyət göstərir, şirkətin Azərbaycan missiyasında daşıyan strategiyası nədir? Nəyə görə Home Life Azərbaycanda mövqe alıbdır? Onun etdikləri nədir? Biz komanda olaraq bizim missiyamız nədir? Buna biz cavab tapmırıqsa, təbii ki, biz burada özümüzü aldatmış oluruq. Mən həmişə deyirəm, hər şey maddiyyat deyil. Bəli, bizi burada maddiyyat birləşdirir. Bu danılmaz bir faktdır. Amma ilk növbədə biz mənəvi keyfiyyətləri artırmalıyıq. İnsanlar sizin duruşunuza, insanlar sizin məhsul təqdimatınıza, insanlar sizin qurduğunuz stratejiya, plana, həyəcana, təqdimata, görsələ, ötürdüyünüz məlumata, informasiya inanaraq bu yola çıxır. Baxın, siz burada nə edirsiniz? Həm özünüzü, həm işinizi, həm kimliyinizi isbat edirsiniz. Bu çox önəmlidir. İnandırma qabiliyyətiniz olmalıdır. Manipulyasiya yox, inandırma. Sağlam bir şeyi inandırma. Manipulyasiya bilirsiniz də nə deməkdir? Manipulyasiya olmayan bir şeyi insanı inandırmaqdır. Baxın, X şirkətlər də bunu edir. Olmayan bir şeyi ballandırır, sizin beyninizi oğuruyur və siz düşünürsünüz ki, heç nə etmədən, yes, mən pul qazanacağım və mən bu həyatda milyonçu olacağım. Xeyr, elə bir dünya və elə bir həyat yoxdur. O dünyanı, o həyatı yaratmaq üçün doğru sistem seçirsən, özünə hədəf qoyursan, plana əsasən çalışırsan, bir gün deyil, hər gün çalışaraq sən bu biznesdə uğur qazanırsan. Siz görmüsünüzmü? Alim, filoloq, dövlət işçiləri, həkimlər işə getmədən pul qazansın. Dostlar, görmüsünüz? Görməmisiniz, görməyəcəksiniz də. Həyat dinamiyi budur, həyatın ritmi budur. Hər gün insanlar öz işlərinə zaman sərf edərək, insanların ehtiyaclarını qarşılayaraq, gözəl şəkildə onlarla bir bağ quraraq, təmas yaradaraq öz işlərinin professionalına çevirirlər. Özlərinin imajını böyüdürlər, özlərini markalaşdırırlar. Axı siz niyə bu günlərin bir turkuaz lideri olub da daha çox hədəf qoyub ləli olmursunuz? Niyə hədəf qoyub məsələn kuvars olmursunuz? Niyə? Daha çox qazanmaq istəyirsənsə daha çox çalışacaqsan, daha çox zaman ayıracaqsan. Yəni bu şirkətdə hər hansı bir lider sizə gətirib heç nə etmədən hazır bir şeylər verməyəcək. Sizə istiqamət verəcək, bəli, sizi həyəcanlandıracaq, bəli, sistemimiz ədalətlidir, hər faktı göstərəcək. Amma tamamən çalışıb daha çox qazanmaq sizin qurduğunuz plana, sizin yəni qurduğunuz stratejiya, davamiyyətə, disiplinə bağlıdır. Uğur qazanmaq istəyirsinizsə, ilk növbədə uğurlu olmağın yolunu öyrənin. Necə uğurlu ola bilərəm? Uğurlu olmağınız üçün də doğru sistem seçməlisiniz. Və bu gün də deyə bilərəm, əminliklə deyə bilərəm ki, Home Life Azərbaycanın yeganə şirkətdir. Özünün şəxsi istehsalatı var, istər Azərbaycan, istər Türkiyədə. Bunu mənəm sinəsinə döyən milyonlar qazanan şirkət etməyib, etməyəcək də. Çünki marağı bizləri böyütmək deyil. Marağı hər hansı insanların üzərinə müəyyən qədər məbləğ qazanıb öz büdcəsini artırmaqdır. Amma Home Life Azərbaycan bugün həqiqi mənada Azərbaycan xanımlarının gücünü, potensialını, əzmini kəşf edib, onlara bir işıq olub, onları məqsədləndirib uğur qazanmasıdır və qazandırmasıdır. Və biz də bu verilən avantajdan, verilən perspektivi gözəl şəkildə böyüdüb, daha çox qloballaşıb dünyada səs salacaq. Səbr edəndir, dərviş, muradını ərmiş. Həqiqətən səbirli olan insanlar, əzimkar olan insanlar hər zaman qazanıbdır. Hər bir şeydə biz də yıxılsaydıq, biz də desəydik, yox, küstüm oynamıram, nə bilim, vallahi bu bizlik deyil.
Bu bizi böyütməyəcək. Biz heç vaxt təkmilləşməyəcəyik. Biz heç vaxt təcrübəyə sahib olmayacağıq. Niyə deyirəm ki, bu işin xüsusi elm akademiyası yoxdur. Bu işin xüsusi elm akademiyası çalışdığınız komandadır. Qoyduğunuz zamandır və davamiyyətinizdir. Bax, bu sizi təkmilləşdirəcək, bu sizi böyüdəcəkdir. Buradan da bütün əməkdaşlara səslənirəm. Olduğunuz komandanın fərqinə varın. Çox vizyonlu, çox möhkəm, çox əzimkar, həqiqətən işinin peşəkarı olan, bu qədər disiplini olan bir komanda, ikinci bir komanda görə bilməyəcəksiniz Azərbaycanda. Zaten həmişə demişəm, deyirəm, deyəcəm də. Home Life Azərbaycan zirvənin prezidentlər komandası istər Azərbaycan bazarında, istər də dünya bazarına çıxış edəndə həmişə ən birincilər olub, olur, olacaq da. Bu niyyətdir. Səbr edənlər bizimlə qazanacaq. Yox, boş yerə beyinlərini oğradan insanlar onlar məyus olacaqdır. Məndən bu qədər çox təşəkkür edirəm. Alagöz xanım, müəyyən qədər sizə də dəstəkləmiş olduq. Çox xoş oldu, çox zövqlə də dinlədim. Beyninizi başqalarına oğurlatmayın, çox xahiş edirəm. Burada ehtiyaclarınızı qarşılayın, pulunuzu qazanın. Eynən. Bu qədər. Oldu xanımlar, gecəniz xeyrə qalsın.